Dünya yeni vlogdan salamlar. Başlığından gördüğünüz kimi mənimlə bir həftə keçirəcəksiniz. Yəni həyatımın bir həftəsini sizinlə bölüşəcəm. Ümid edirəm ki, bəyənəcəksiniz. Əvvəla video keçməmişdən əvvəl kanalıma abunə olmağı, like qoymağı və komment yazmağı unutmuruq. İndi hazırlaşmışam, makyaj eləmişəm, geyinmişəm. Sizinlə bir yerdə biz futbola gedirik. Bəli, düz eşitdiniz, futbola. Bugün Kəpəzlə Qarabağın oyunu var. Düzdür, xəstələnmişdim biraz. Özümə yaxşı gəldim. Evdə oturmaqdan sıxıldım. iTicket ilə baxırdım. Görüm, nə edə bilərəm. Bugün oyun varmış. Mən də biletimi aldım. Gedirəm indi futbol oyununa. Düz təkəm, heç kim yoxdur. Tək gedəcəm. Normalda bildiyiniz kimi hər yerə, çox yerə tək gedirəm. Psixologiyam bu gücünə yerəli gəlir deyə düşünürəm. İndi hazırlaşmışam. Paltarımı da geyinim. Çıxaq, gedirik bir yerdə futbola. Sumkamıza lazım olan şeyləri götürürük. Daraq, evin açarı, dodaq qələmi, dodaq boyası, tezi kitab almışam o, mikrofon bəlkə lazım oldu, bitirmərəm yəqin ki, naushnik, əslində AirPods almaq istəyirəm, amma bilirəm ki, onu da itirəcəm deyəni eləmirəm, alıram, belə, başqa da heç nə məncə, vizyon. Soyuqdan əllərim ölür. Bitti. İndi gedirik futbola. Oturdum. İndi gedirəm stadiona. Kameramı içəri keçirməyə qoymadılar. İndi kameramı adam tapmışam, ona verəcəm. Ya da apteka qoyacam, bilmirəm. Dəqiqləşsin. Telefonla çəkəcəm yəni. Yuxarı çıxmalıyam. Nə? Bu nə? Aşağısı şeydir də, divançlar üçün hazırlanma, giyinmə, soyunma otağı. Hər yerə tanış olmağa bir yaxşı xüsusiyyətdir. VIP sektorda. Da orada. Zal boşdu, daha doğrusu stadion. Ama yani böyle maraqlı. Hele yarış başlayıp, oyun başlamayıp. Hadi 6 dəqiqədə başlayacaq. Hələ ki, atmosfer maraqlıdır, yəni qəşəngdir. İnsanları Kəbəzə baxın. Kəbəz fanlarda deyəsən, Oholi falan qışqırırlar. Oholi də bu arada Kəbəzin oyuncusudur. İndi idmançıların təqdimatı gedir. Bilmirəm, səsim gəlir yoxsa yox. Tək futbola baxmağa gələn qız. Çağır çıxdı. Başlıyorlar oynamağa. Sözlerman. Dalsın gol olsun. İki yükselmesini. Çay-çayçım. Sinim. Sonra gedim yere baxım. Kəpəz 1-0 qabaqdadır. Biraz üşüyürəm, düşdü. Amma atmosfer maraqlıdır, qəşəngdir. Sona çatdı, hesab 1-0. İkinci golda Kəpəzdən. Bilmiyorum, nasıl sonra ne olacaq. İkinci stəkan çayımı içdiyim. Baxıram, çünki dayanmıram, çünki çox soğuk oldu. Çöldə donaram, xəstələnərəm. Belə. Bu məşhurlaşan değildi. Nəsə oldu? Saat çalındı. Kəpəz qalib gəldi.
Çok aşağı abu hava var yani. Az idi videoda da, əvvəldə də azad keçlərim. Gəldik indi United Coffee-də kofe içməyə. Əslində biz Bakı Book Center-daydıq. Sonra ani bir hadisə ilə 2-3 il bundan əvvəlki olan dostumuzu gördük. Apar tanışımızdı Humayla. İndi onunla bir yerdə gəlmişik kofe içməyə. Vlogumuza salam denə. Salam. Demək ki, Ayşənin vloguna qoşulduq. Ayşə bu arada Çin dilini çox qəşəng bilir. Çin dilini sən eşitməyə hazırıq. 大家好，我叫艾谁。 İngiliscəsində danışa bilərsən. İngiliscəsində deyəcəyim. Hello everyone, my name is Aysel. Welcome to Gülay's vlog. I use vlog. Gülay kimdir? Gülay Fatıqandı. Yaxşı, buradan Gülayda salam elə. Gülay salam. Biz 3 il bir-birimizi görmədik. Jim Froldan bu arada tanışıq. Ortaq nöqtəmiz var, idman. Biz Humayla yenə qeyd etdiyim kimi əslində dərs oxumağa gəlmişdik. Bir də gördük ki, Aysel. İndi gəlmişik indi çay içməyə. Kofe içməyə. Kofelərimizi zakaz elədik. Mən moka, Aysel. Aysel nə zakaz eləmişdi? Latte. Hə, Humay sən nə zakaz eləmişsən? Şimdi getirip Bakı Book Center'a Humayun İngiliz dilini öğrenmeye. Bay bay deyək. Bye bye. Sabahlaşırıq. Humayla Bakı Book Center'a ders oxumağa. Belə. Kitab almağa gəlmişəm düzüsü. İndi görək. Əslində fəlsəfə düşünürəm, amma fəlsəfədən də başqa kitab ola bilər. İndi fikirləşirəm. Maraqlı olsa alacağam hansı. Bu kitabı almışam. Nitqləri, kütləvi çıxışlar üçün ilk rəsmi vəsait. Humagestlər kitabını yoldan çıxartma sənətini alıb Humay. Bir də əlfəçin aldıq. Kitabların arasında qoymağa. İndi oturmuşuq. Mən video editləməyi düşünürəm. Flora? Humaydakı indi dərsini oxuyur, imtahanı hazırlaşır. Humay ilk imtahanı nədir? Atletika. Atletika. İndi oxuduğun hansı 25 bəs? atletika. Sabah hazırlaşır. Bəs ingilis dili? İngilisini bunu tabii biləcəm. Ondan sonra ingilisini keçsəm, ingilisini 200 dərsini öyrənmişəm. Prosta baxanda bilirəm də, belə bilmirəm. Atletikanın indi sabahlar imtahanı 25'e 25 fokuslanmışam yazmağa və yazacağam. İnşallah. Deyə düşünürəm. Düz düşünürsünüz. İndi Humay da atletikasını oxusun. Mən də ona sual cavab edəcəm sonra. Belə. Dərs oxuruq bayaqdan. Gəldik günün ikinci kofesini içməyə. Belə bir divarda maraqlı dekor var. Humay dayanmadan oxuyur ki, mən 25'də 25 yazmalıyam. Book Center'ın tərkibindəki, yanındakı kofedəyik. Kofelərimiz də gəldi. Çox sağ olun. Belə. Bunun işığı çox qəşəng vurur. Humay oxuyur, malacət Humay. Həqiqətən sənə fəxr edirəm. Valla. Kofelərimiz də gəldi. Hələ bunlar desən yeni il abu havasından çıxmaq istəmirlər. Düşünürəm ki 13 mənə rəqəmimdə həqiqətən də, yəni. Yeni günlər, salamlar. Bugün məşqə gəlmişəm, öz məşqimə. Hava çox soyuqdur bu arada. Dəhşət soyuqdur, mənfini göstərir. Amma buna da rəğmən məşqimizdən qalmırıq. Həftənin 1-ci və 3-cü günlər mənim məşq günlərimdir. Öz məşqimdən sonra gəlirəm fitnesslə məşğul oluram və indi gedək zala. Qəşəng zaldır, kompleks zaldır. Müəllimim də çox yaxşı insandır. Elə isə məşqə başlayırıq. Birinci kardio, sonra vəzifət, sonra güc məşqləri ilə davam edəcəm. Belə. Sonra da evə. Sonra yeni məşqim var. I've been secretly
biraz çəkmişəm indi. Həm məşq eləmək, həm də çəkmək biraz çətin olur. Nəysə. Ayaqlarım ağrıyır. Evə gedim biraz ağrıyacaq bilirəm. Belə, indi gedirəm. O birisi işlərimin arxasıca. Gəlin zala, balacalarla məşqiməm. Sonra, bundan sonra 2 qrupum var. Onlarda məşq keçəcəm. Saat 10-da məşq bitir. Bir yorğun görsənirəm, amma yorğun deyiləm. Sonra saat 11-də gedirəm Mingəçevirə. 4 saatlıq yoldur. Belə. Ayağa tərəf əyil, sonra əyil mənə tərəf. Elə ki, məndən nəsə istəyirsən. Fırlan, sən düşüncəsən orada. Orada ki, mənim beynimdəki düşüncələr. Düşüncələr neyini yer? İnsan beynində fırlanır. Sən də tez fırlanmalısın ki, sən düşüncəni orada təmsil eləyirsən. Ay, sağ ol. Sweet lullabies that come with the smell of a dozen roses flipping down a green hill. You living in a world that come with plan B, cause plan A never relay and guarantee, and plan C never could say just what it was, and your plans only can pan around love. You love him, you love them, you love her, you love so much, you love what love hurts, you love red bottom and gold that say. Deməli, xərcəm mən hədiyyələr gətirib. İlk kağızdan çıxan hədiyyəmiz. Sonra elə bil 5 manatdır. Sonra belə balaca kağızlar. Nə? Bu nə etməliydim? Hə, kitabın arasına qoymalıyam, yaxşı. Bu belə olmalıdır. Sonra adım soyadından ibarət belə bir kağız. Deyir çək. Çəkək də. Burada da eşk məktubu. YouTube kanalımın abunəçisi 742, 43 video. Sonra YouTube kanalımdakı olan videoların adları Axot Saniyə Xədicə. Aygün xanım, mən sizi çox sevirəm. Siz yaxşı ki mənim trenerimsiniz. Mən sizi çox sevirəm. Tez-tezdə də yadından çıxmaz Xədicə. Otur hamısını bir-bir yazıb YouTube kanalımın. Sonra yenə bir dənə hədiyyə var. Adam cırmağı qıymır. Amma cırmalıyam da yəqin. Gəl bunu özün elə, mən bunu cıramadım. Burada da ehtiyatlı aç. Gəl bu ehtiyatlı aç görüm. Aha. Belə bir lak. Bu nə qəşəngdir, hə iç. Bunları mı cırımsan sən canım? Bu da karandaşın arxasına deyək ki, taxmaq lazımdır. Taxarıq. Sonra içdən. Sonra bir dənəsi nəsə qaldı. Bu da kitab ayıran dedin. Oxuduğum kitabları önəyərəm. Həncə başın məşqdə işləsə belə yaxşı olar. Onlara biz hamısını yapışdırıq divarlarımızı qəşəng göstərsin. Bilirəm. Bunu çox bəyəndim. Göstərə bilirəm. Polis şoförü saxladı. Heç nə oturub gözləyirik ki, hava gələcək. Çox qəşəng bir hava var. Burada göyərçinlər. Göyərçin də onlar nədir o? Suyun üstündə gəzirlər. İndi mən sizə göstərəcəm. Sonraki kadrlarda. Belə. Gəldi restorana. Burada sizin reklamınız da ola bilərdi. Belə. Bu mənzərəyə baxa-baxa da zavtraq eləyib. Çox qəşəng hissdir. Bu səs olmasa daha yaxşı olardı. Tətil olduğuna görə Bakıdakı gimnastlarımı da gətirmişəm. O ayrı bir gimnastlarımda vlog olacaq. Belə, indi hazırlaşmışam, yemək gedirəm, yemək yeyəndən sonra məşqə gedirəm. Əgər məşqdən video, vlog istəyirsinizsə, kommentarda bildirin, mütləq nəzərə alacaq. Yanvar ayının sonu olmağına baxmayaraq, sanki Novruz bayramı ərəfəsidir. Yəni, çox qəşəngdir. Yeməyimizi yedik, indi gedirik sala. Salda məşqimiz var, saat 4-də qutaracaq, 4-dən sonra da günorta axşam yeməyi, sonra gəzmək, sonra yenə yemək. Çox sağ olun. Necə yatmışsan Aydan? Yoxsan?
Sən yerin VIP-də necə yatmalıydın ki? Ayşə sən bala. Aylin bu nədir? Aylin su qana bax. Aylin. Aylin. Hə, nə dedim mənə? Gəl. Nə dedim bayaqlarım? Dedim ki mama, ben senden ötürü. Mamam da dedim ki orada duracağım içeride. Ben de dedim yaxşı. Nə gözəl, niyə belə danışırsan? İdman eləyirlər. Ona görə. Hə, səs çıxartmaq olmaz. Normal danış, yaxşı, mən icazə verirəm. Mamam demişti ki müəlliməyə, mən də dedim ki şöyle ki müəlliməyə göstər, bax götərdi. Mən də dedim ki mama orada oturarsan dedim. Aha. O nə dedi? Dedi ki şöyle ki deyir hələ sən balacasan. Koydu. Sıxdıq ayaqlarımız tərtəmiz. Düyün olmasın ayaqlarda. Mən səni çəkəcəm. 9 i. Oy, wow, super. Gürültülü alqış İnci üçün. Is he sticking with his feet or is he changing? Cause he's about. I'm down to go on his feet, but you got. Yeah. You got a good girl, the styler. She said it's the thought that counts, but let's be real. You don't believe that shit. If she don't. Fidanla görüşdüm. Fidan kameramıza salam elə. Salam. İndi Fidanla gedirik Gülləyə balıq yeməyə. Nə vaxt balıq yemirdim bu arada. İkimizin ən sevdiyi yemək ola bilər balıq yeməyi. Güllə. Qəşəng yerdir. Allah. Bilirsən səncə mərtəbəyə çıxmaq lazımdır? Neçə? Siz. Çox sağ olun. Bura keyifli. Buradır. Orada status var. Necə heç kəs yoxdur? Biz gec gəlmişik. Birazdan gələcək. Aa, tamam. Sezarımız, bura Sezar adına deyilir dostlar. Evet dostlar, balığımız da gəldi. Musiqi eşliyi altında. Bir tane indi gözlə görək, özünə qoya bilsən. Uşaqlarla məşqdən sonra oyun oynayırıq. 10 saniyə vaxtımız var, dairə oynayırıq. Zəhra qoşul dərsi zəhmət olmasa. Zəhra qalx ayağa. Qrupumuzun ən balaca uşağıdır bu arada. Zəhra, qalx ayağa. Dur ayağa, dur. İpini qoyuram. Dairə oynayaq. 2, 3, tez, 4, 5, haydi. 6, 7, 8, 9, dairə, yumurta yox, dairə. 10, aferin. Baxın, hamı dairə dayandı. İndi hamı öz yerinə keçir. İndi dayanacaq 2 dənə dairə. Gözlə, mən saymadım. Yox, mən saymadım. Yox, mən saymadım. Hamı öz yerinə keçsin, uşaqlar. Hamı öz yerinə keçir, mən saymamışam axı elə. 5, 4, 2 dənə dairə. Aferin. Aferin. Yerlərimizi aldıq. Aha. Çiyin-çiyinə bir sıra xəttin üstündə. Bir xət yox. Çiyin-çiyinə bir sıra. 1, 2, 3, 4, 5. Çiyin-çiyinə ayaqlar necə olmalıydı? Baxım. Baxım. Əllər necə olmalıdır? Aha. Hamı öz yerinə. Aferin. Hamı öz yerinə. Bir sıra qarşımda. 1, arda. 2, yavaş. 3, 4, 5, 6. Bir sıra tez 4 saniyə qaldı. 7, 8. Sıraya gir. Zəhra sıraya gir. Sal onu sıraya. 8. Baxın, ayaqlar necə olmalıydı? Baxın bir sıra arda. Ayaqlar necədir? Qarşıya baxırıq, ayaqlar birləşir. Yenirsən, ay Zəhra. Ayaqlarını birləşdir. Nilay ayaqlarını birləşdir, balam.
Aha. Deməli, yenə getdik öz yerlərimizə. 3 4. Sağ ol elin gedin. Matsı, mən də siz. Davay, get. Gedin su üçün. Sən Nila öpüm səni maçını. Get. Ne deyə bilərsən buradan kameraya? Buyur, denə. Mən xoreografiyaya gedirəm. Koreografiya bu gün yoxdur. Sağ ol, evə gedirsən. Sabah mən sənə hədiyyə gətirəcəm. Məşqdən gəldim evə. İndi ev biraz dağınıqdır. Onu toparlayacağım. Bu arada qaçış aparatı almışıq, yeni. Belə başqa heç nə. Bir də yeni kitablar almışam. Bunu almışam. Duyğusal zəka. O zaman başlayaq evləri yığışdırmağa. Deməli, bacardığım qədər həyatımı vloqlamağa çalışmışam. Əslində, demək olar ki, hər an, hər yerdə ola bilərəm də, yəni o potensiala malikəm. Deməli, bir cümlə oxumuşdum, çox xoşuma gəlmişdi. Deyir ki, elə işləmək lazımdır ki, sanki evinə baxmırsan. Elə evinə baxmalısan ki, sanki işləmirsən. Yəni, bu cümləni əsas tutaraq, onu riayət etməyə çalışıram. Heç nəyimdən də geri qalmaram. İstirahətimdən, özümə vaxt ayırmağımdan, işimdən, yəni ən maksimum dərəcədə necə lazımdırsa işimi görməyə çalışıram və hətta belə deyək, başımdakı tüfəngi əksik eləmirəm. Çünki insan çətində olanda, özünü nəyisə məcbur eləyəndə daha çox produktiv olur. Tövsiyə edirəm ki, heç zaman başınızdakı tüfəngi əksik etməyin, yaxşı mənada. Əslində bu cümləni araşdıranda daha mənalı, daha yaxşı başa düşərsiniz ki, mən nə demək istəyirəm. Özünüzü çətinliyə salmalısınız. Özünüzü cəzalandırmalısınız yeri gələndə və yaxud da ki, özünüzü hədiyyə etməlisiniz yeri gələndə. Balansı qorumaq vacibdir. Çünki beyinə qaldıqda isə sizi komfort zonundan çıxmağa qoymur. O siz ki, komfort zonundan çıxacaqsınız, onda daima inkişaf olacaqdır. Vlogumu izlədiyinizə görə çox sağ olun. Qarşıda çox tez-tez və gözəl vloqlar olacaq. Deyərdim ki, izləmədə qalın və hətta kanalıma abunə olmağı unutmayın. Hamınızı öpürəm. Sağ olun.